Tələbəm Xəyal bəylə bu gün şəhər daxilçiliyi dərsimizdəyik. Bu gün mövzu sürətli yol olur Xəyal və deməli rayon çıxıb qayıtdıq səninlə. İndi buradan Lökbatan daxil olacaq qardaşım. Sağa dönmüşün yanındır. Sağ düzgə bax bir avtomobil var mı? Keçdi biz olsa söndürüşünü. Zolaqda qal. Lökbatan dairəsinə daxil olasın. Bakırsan mərkəz, sentr, Lökbatan. Hara yazır? Ox sağa doğru. Biləcər Sumqayıt düzünə qoysun. Onlar məlumat vericiləridir. Yəni, məlumat verici qrupa olan nişanlardır. Bizə məlumat verir ki, sağın yanı biz olsa. İstiqamət haradır? Sağa geçsən, mərkəzlərə gedə bilərsən və yaxud Lökbatan gedə bilərsən. Düz geçsən, Biləcəriyə, Xırdalana, Sumqayıta gedə bilərsən. Söndürdə, işin keçdirsin qardaşım. Bura dönmürsən ki. Düzdür mü? Saçdırmaq lazım. Manevr bitən kimi dönmüşünü yanını söndürmək lazım. Dön. Əlaçı. Özünüzü istəyirsən dostum. Super. Sənsin. İndi azad sürətindən. Baxırsan, uzağa geniş bax. Bizim nə qədər nəqliyyat falsası var. Bax. İndi Lökbatan dairəsini satırıq. Ehtiyatlı laf qara maşından. Gedindi. Bax, dairədən sağa gedək. Şəhər yoluna doğru sürək, sonra qaydaq. Çox artırma dostum, qabağına bax. Bax, indi dairə nişanı təşkil açılıb. O demək ki, soldan gələnlər üçün dairənin üçün gözləməliyik. Sağa dönmüşün yanındır. Biz Lökbatanın içinə girəcək. Yox, biz şəhərə doğru gedən istiqamətə biraz girik, oradan dönüb qaydacağıq. Təzədən bir yaxud dərsə başladığımız yerə. Burada. Solabınıza baxın. Bax, maşını gəlmişsə sürəcəksin. Gəl, bax, burası yoxdur. Sür. Biraz sürətini artıq tez keç. Sağını yanında yenə sağa doğru getmiş bilsinlər. Bundan ehtiyatlı olaq. Bu dayanmaq istəyir, iləmək istəyir, dönmək istəyir. Sürətini azaldır. Azalını söndürə bilərsən inşallah. Bax, görsən dairəni gözlədik getdikdə. Yəni, dairədə maşınızı gözləyəcək. Solun yanında bir zolaq solar. Bax, sonra. Aferin. Yollarda maksimum diqqətli olmalısan. Burada 90'lık yoldur. Yanında keç sola. Artır. Maksimum dikkatli olmalısın. Dostum, uğurlar olsun.